Mən Fəxriyyə Lilpar İsayeva, Azərbaycandan gəlmişəm. Azərbaycanda sənətşünaslıq üzrə fəlsəfə doktoruyam. UNIEK Universitetində pedaqoq kimi fəaliyyət göstərirəm. Eyni zamanda Azərbaycanda Xəzərin sahilində televiziya layihəsinin müəllifi, aparıcısı və layihə rəhbəriyəm. Mən Özbəkistanın Kokand şəhərinə dəvət aldım. Burada iştirak etmək, burada universitetdə olmaq, Kokand Dövlət Universitetinə müsafir kimi, mehman kimi dəvət olunmaq və bu universitetin hocalarının arasında bulunmaq mənim üçün çox gözəl bir hisslər bəxş etdi. Mən çox şad oldum, məmnun oldum, şərəfləndirdiniz məni və webinar təşkil olundu. Mənim webinarda iştirakım və bu universitetdə fəaliyyət göstərən, bu universitetdə çalışan hocaların, tələbələrin fəaliyyəti ilə yaxından tanış olmaq məni xeyli qürurlandırdı. Xüsusən də musiqi sahəsində, xüsusən də incəsənət sahəsində, sənətşünaslıq sahəsində öz peşəmə uyğun olaraq hocaların bizimlə bu webinarda ifaları, iştirakları xeyli məmnun etdi məni. Ümumilikdə Özbəkistan və Azərbaycan iqtisadi, siyasi, mədəni əlaqələri uzun-uzun əsrlərdir davam edir. Və bu davamiyyəti biz də layiqli şəkildə davam etdiririk. Və bizim nizamimiz, bizim nəvayimiz, bizim çox dəyərli müqtədir sənətkarlarımız var ki, bu sənətkarlardan da bizim ruhumuz qidalanır və bu sənətkarlardan da biz ruh alırıq və qidalanaraq bu sənətkarların bizə miras qoyduğu o dəyərli nemətləri, o dəyərli əsərləri bir-birimizə bir tək yolla, sevgi yolu ilə çatdırırıq. Çünki insanları bir-birinə birləşdirən sevgidir. Və bizim bu webinarda müəllim heyəti ilə, hocalarla bərabər bir-birimizə sevgilərimizi musiqi ilə, sözlə, sazla çatdırdıq və bu məni xeyli məmnun etdi. Azərbaycanda da özbək mədəni əlaqələri geniş şəkildə təbliğ olunur. Uzun illərdir Azərbaycandan Özbəkistana, Özbəkistandan Azərbaycana mədəniyyət nümayəndələri, bizim müğənnilərimiz, bizim tarixçilərimiz, bizim ədəbiyyatçılarımız sürəkli şəkildə mübadilə edirlər və bu mübadilə zamanı, bu ədəbi, mədəni mübadilə zamanı bir-birimizə ötürdüklərimiz, dəyərli məlumatlar, ortaq dəyərlərimiz gənclərimizə də, tələbələrimizə də yansıyır və tələbələrimiz də bundan sonra nəyi necə edəcəklərini hocaların sayəsində bilirlər. Və mən də bir hoca olaraq və mən də bir müsafir olaraq, mehman olaraq sizdən rəhmət duyuram və hər zaman sizin yanınızda olmaq mənə çox xoş olar və hər zaman sizinlə bulunmaq mənə çox xoş olar. Hesab edirəm ki, bu günə qədər gələn Özbək-Azərbaycan tarixi mədəni əlaqələri bu gün də layiqincə davam etdirilir və bundan sonra da layiqincə davam etdiriləcək. Rəhmət.